Tap görüm nədir bu? Bəhram Yuvanın təzə meyxanası. Allah, davay, koş, Özür. koş. Əcdasa. Sənə deyirəm, karantin götürülsün, mən buna kırışalıq edəcəm. Mən nastroyeniyamı düzəltmir ala. Nə olub ki, nastroyeni bu? Sibirdə Nə zibi? aramızda qalsın, əmin bilməməli daha bunu. Bir həftə əvvəl Faxı mənə pul verdi ki, gedim şəhərdən qızıl alım buna. Mən də işinə pulu götürdüm, çıxdım şəhərə, getdim bu Samidin dükanına, qızıl dükanına. Qızılı aldım, gətirdim Faxıya verdim. Üstündən 2 gün keçir, Faxı mənə çağırır ki, bəs qızıllar saxtadır. Getdim şəhərə təzdən Samidi axtarmaq. Ala Samid qalar indiyə. Gəldim Faxıya, dedim ki, Samid yoxdur ortada. Faxı da dedi ki, mənə dəxli yoxdur. Səndən alacam bunu. Dedim, etmə, eləmə, dəxli yoxdur. Dedim, heç olmasa əmiyə demə, mən özümü qaytararam. Heç nə vaxt verdi mənə. İndi bu həftə vaxt tamam olur. Brat. Bəlkə razı boy eləyək. Keçir beynimdən, prosta. Nə bax, bu sülü var ha, Süleyman Çayxanın işlədə. Onun qardaşı rəhmətli Ələmdar. Ələmdarın verəcəyi var idi, bax. Prosta heç nə də öldü, getdi, verəmədi. Deyirəm, bəlkə onun verəcəyini Süleymana perevod eləyək. İstəyirsən eləyək də. Mənim məsələmi Qəmbər müəllimə demədim. Dedim ki, əmi bəs bu Eminin anası şəhərdə xəstəxanada yatır. Müalicəsi üçün pul lazımdır. Qayıtdı ki, pul yoxdur. Əsən mənə çatmır bu. Yetim yesirə gedir, kömək edir. Bizə var axı, bizə qalanda bu iş tükənir. Gərək bu Emin yetim qalsın ki, sən kömək edəsən, olmur axı belə. Axırıncı da 3 gün bundan əvvəl bölmədə zəng eləyib danışdığımda. Kərim. Qardaşımsan, şəhərə işdalıcan gedəndə imkan yarat gedim arvadı görüm də, nə olar? Elə şey olar. Yox, tutaq ki, tutuldum. Nə deyəcəksən sən? Kim keçirdi bura? Necə keçmisən? Dağıdarlar ya, biz cəhənnəm bütün sistem çökərik. Emin özündən oyun çıxartmaya. Yazı var, bax, qalıb şəhərdə, mən də burada. Əskərlikdəyəm elə biz sənin. Daş düşəydi o günə ki, gəldim, çıxdım bu xarabıya. Sonra da ərazi bağlandı, qaldım burada. Xod da maşına gedək, bu Süleymanın üstünə qıdıqlayaq, görək də çıxardırıq. Gedək də.